Sovet dövründə sağ olsunlar, çoxlu tədqiqatlar eləyiblər. Ən yaxşı tədqiqatçısı onun Ənvər Əhmədovdur. Xüsusən onun həyat fəaliyyəti və mən o danışıqlarımın bir hissəsini ən azı həyat fəaliyyəti haqqında Ənvər Əhmədovun tədqiqatlarına əsaslanmışam. Amma tədqiqatçıların əksəriyyəti təhrif eləyiblər onu təhlil edəndə. Məsələ çalışıblar ki, biri çalışıb ki, onu belə deyək ki, realist kimi, biri çalışıb ki, onu sosialist ideyaları var onun əsərində, müxtəlif cür təhrif ediblər. Mən sizə misal gətirdim, hətta ədəbiyyatda onun Avropaya aid müsbət görüşlərini necə təhrif ediblər. Amma əslində Abbasqulu Ağa Bakıxanov bir tərəfdən o dövrün ən böyük intellektualı idi. Mən düşünürəm ki, Abbasqulu Ağa Bakıxanovda bir təhlik kompleksi də var. Çünki özünə bərabər Azərbaycanlılar arasında özü qabiliyyətdə hər sahədən söhbət edə bilən adam yox idi. O biri tərəfdən Bakıxanov bəy, xan nəslinin nümayəndəsi idi və kifayət qədər onları müdafiə edirdi. Yəni, Abbasqulu Ağa Bakıxanov özü də, məsələn, Quba üsyanının yatırılmasında, Qubada bir üsyan olubdur 1837-də. Quba üsyanının yatırılmasında onun qardaşı Cəfərqulu, digərləri güclü iştirak ediblər, bir hökumət məmurları idi. Sonra şübhə əmələ gələndə Abbasqulu Ağa Bakıxanovun xüsusi yazısı var ki, biz Quba üsyanında heç bir barmağımız ola bilməz. Əksinə, biz onun yatırılmasında, filan şeydə bu cür işlər görmüşük. Onlar bizi hədəliyiblər, onlar bizim evimizi yandırmaq istəyiblər, filan işləri görmək istəyiblər. Yəni, bu ciddi sürətdə bir Bəyxan nəslinin nümayəndəsi idi və hesab eləyirdi ki, onlar dünyanı daha yaxşı başa düşürlər, onlar savadlıdırlar, onlar uşaqlarını yetişdirə bilirlər, yetişdirmək üçün imkanları var, ona görə onların uşaqlarını oxutdurmaq lazım. Yəni, o açıq orada yazır ki, bəy, xan və ülamə üçünü yazır. Hətta tacirlərə o belə deyək ki, müəyyən mədə yuxarıdan aşağı baxır. Əvvəlcə tacirlərin adını çəkir, deyir, bunları bu üçünü götürəcək, bəy, xan, ülamə. Sonra bir az sonra deyir ki, bir az sonra biz tacir uşaqlarından da müəyyən sayda, az sayda onlardan da götürə bilərik. Niyə tacir uşaqlarını götürür? Tacir zadəgan deyil, aristokrat deyil, kübar deyil, ziyalı deyil, amma pulu var. Ona görə çünki deyirdi ki, biraz sonra bunlar pul ödəməli olacaqlar. Ona görə qəti sürətdə onu bugünün baxışı ilə qiymətləndirmək lazımdır. Tarixə həmin dövrün, həmin insanların, həmin cəmiyyətin gözü ilə baxmaq lazım idi. Bakıxanov o cür fikirləşirdi ki, elə doğrudur. Təhrif eləmək lazım deyil. Təşəkkür edirəm, sağ olun.